Niyə Firuz xanım Şafaq? Nəyə görə mən? Nə sən həyecanlanma, nə mən həyecanlanmayım. Firuz xanım bəs kimlərdən imtina edib? Salon işçisi deyəndə bir qəribə baxırlar. Birinci mənim üçün qazanc pul deyil. Bəli, onun haqqı ödənməz. Saf olmuşam. Yəni mənim düşmənim yoxdur. Mən ətrafımı sevirəm. Bəlkə də Aysel olub məni özünə düşmən bilən. O onun arxasınca danışır, bu bunun arxasınca quyusunu qazır. O onun müştərisinə əlindən alır. Amma əsəbləşəndə də çox pis əsəbləşirəm. O qrup olur, qrupdayıq. Bunlar yox. Gedirəm. Firuz xanımla yoldaşı bildiklərinə əsasən boşanıb. Olub yoldaşımla problemlərimiz. Milyoner yoldaşım olsun. Mənim yoldaşım ilk sevgim olub. Hətta o dərəcəyə çatmışdıq, ayrılmışdıq. Mənə də ağlatdınız. Rayonda vizajist rəqiblərinizdən kimləri izləyirsiniz? Yəni stilist dediyin zövqlü olmalıdır. Bəzən eşidirəm, o sizdən belə dedi, bu sizdən belə. Deyirəm ki, həmişə olubmu kiminsə yanından bəyənməyib sizin yanınıza gəlsinlər? Çox olub. Bəli, çox olub. Hətta gəlib üzünü salonumuzda yuyanlar da olub. Hərə öz məharətini də göstərsin.